Deməli, bu kruz yaxınlaşdı bizim yanımıza setkalarından. Artıq hamı bilir ki, bunların dövrü getdi. Deməli, qardaşın avtomobilindən bütün hamısına, qardaşın avtomobilinin bütün arxa yanlara, bir də ki, arxa patpresə orijinal termoplyonka ilə əvəz edəcəyik. Termoplyonka da əlavə bizim fiolet plonkalarımız da var. Hamısı da orijinaldır, hamısı da məsləhətlidir. Bu termoplonkadan əvəz edəcəyik inşallah Allahın izni ilə. Bundan əlavə olaraq bir dənə yeni model Econex var. Avtomobil Amerikadan birbaşa bizim yanımıza yaxınlaşıb. Mühərrikxananı ideal vəziyyətdə təmizlədik və bir dənə bura yaxınlaş. Mühərrikxanada heç bir problem olmamaq şərti ilə, zəmanətlə lazımi ehtiyat hissələri örtülür gördüyünüz kimi və bütün datikləri qorumaq şərti ilə avtomobil ideal vəziyyətdə kimyəvi təmizləmə prosedurunu keçir mühərrikdə. Eyni ilə də salon interyeri. Gördüyümüz kimi bütün salon interyerini sökmüşük və detaylı formada kimyəvi təmizləmə proseduru gedir. Arxa oturacaqları da göstərək bir dənə. Və bunların hamısı endirimdədir qardaşlar. Kimyəvi təmizləmə proseduru olsun, detailing olsun, yəni cilalama proseduru olsun, fərq eləmir. Yəni polilovkadır, ximsiskadır, plonkanın vurulmasıdır. Avtoklinik olaraq bütün hamısını endirim eləmişik. Kim sizə bizim servis seçib yaxınlaşa bilərlər. Nömrəmiz isə profildə qeyd olunub. İzləmədə qalın.